Müğənni Doğuş bir neçə gün əvvəl vəfat edən qaynanası Ofeliya Baxşəliyevadan danışıb. Sənətçi bildirib ki, həyat yoldaşı Xoşqədəm Baxşəliyevanın anası bir mələk idi. O hamıya hər zaman kömək edib. Hamı onu xeyirxah adam kimi tanıyıb. Doğuş ondan danışarkən mələyimizi itirdik deyə qeyd edib. Xatırladaq ki, Ofeliya Baxşəliyeva aprelin 14-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Əməkdar artist Bəsti Bəkirova həyatda qarşılaşdığı ən böyük çətinliyindən danışıb. 7 tamam verilişində qonaq olan sənətçi həmin anı Xocalı soyqırım ərəfəsində ilk övladı vəfat edərkən yaşadığını bildirib. Həyatda ən böyük çətinliyim ilk övladımı itirdiyim zaman olub. 1 il idi ailə qurmuşdum. Xocalı faciəsi ərəfəsində oldu. Oradakı vəhşiliklər mənə çox pis təsir edir. Uşaq vaxtından əvvəl dünyaya gəldi və 2 gün sonra xəstəxanada dünyasını dəyişdi. Həyatımda heç vaxt bu barədə danışmamışdım. Həmin günü xatırlamaq istəmirəm.